Görürsüz, məsələn, bəzi adamlar çox asta gəldi. Dəvət eləyirsən, harası gəlməlidir. Maşından düşüncə bir 10 dəqiqə vaxtı gedir. Başqa adam bunu eləyir 1 dəqiqənin içində. Və yaxud da hansısa bir kitabı verirsən, bunu mütaliə eləmək lazımdır. 5 dəqiqə bunun cildinə baxacaq, sonra arxa tərəfinə baxacaq. Və yaxud da bəzi adamlar var ki, bir işi görürlər, 10 dəqiqədən sonra başqa işə keçirlər. Bunların rejimi xaotik rejimdir. Bunlar konkret bir işə köklənə bilmirlər, tez-tez işləri dəyişirlər. Oturaq iş bunlarlıq deyil. Bu iki qrupun əsas fərqləndirici xüsusiyyət bəzən bunların ali sinir sistemi ilə əlaqəlidir. Melanxolik və flegmatik adamlar, bunların iş rejimi daha çox nizamlı iş rejimi olur. Bunların masasının üstü də hər şey qaydasında olacaq. Bunlar bir işi görəndə bu işi sona qədər çatdırırlar. Hətta bir kitabı oxuyurlar. Kitabı bəyənməsələr belə sona çatdırmayana qədər o kitabdan əl çəkmirdilər və narahat olarlar ki, bu kitabı biz yarıda qoyarıq. Ancaq sanqvinik və xolerik tipli adamlar, bunlar bu cür deyil. Bunlar elə od adamları olduğuna görə daha çox bunlardan liderlər çıxır, daha çox bunlar yüksək səs tonundan danışırlar, gestikulyasiya ilə bunlar hərəkət edirlər. Bu cür insanlar bir işə köklənə bilmirlər. Yəni bu cür uşaqları da izləyirik. Görürük ki, burada oturur, sonra keçir o tərəfə, sonra başa gedir, sonra divanın üstünə qalxır. 1 saat kitab oxudu, bir 10 dəfə yerini dəyişdi. Bunlar fəaliyyət növlərini tez-tez dəyişməyə meyllidirlər. Onların deməli tipləri ilə əlaqəlidir. O tiplər bunlarda fərqli-fərqli xarakterlər formalaşdırır. Adətən belə insanlara tövsiyə olunur ki, uğur qazanmaq üçün öz xasiyyətinə uyğun işləri seçsinlər. Mən onu demək istəyirdim ki, demək o təbiətinə uyğun. O təbiətinə uyğun. Məsələn, xolerik və sanqvinik insanlar ofis işi üçün yaradılmayıb. Bunlar liderdir. Bunlar getsin, məsələn, menecer olsun, kütlə qabağında çıxış eləsin, insanları öz arxasınca aparsın, kollektivi birləşdirsin, fərqli-fərqli layihələri icra eləsin. Yəni bunları burax çölə, bunlar getsin orada böyük bir şəhər qursunlar. Ancaq melanxolik və flegmatik tipli insanlar ofisdə bunlar sakit təbiətli insanlardır. Bunlar balaca bir otağın içərisinə girərlər, kompüter ver, kitab ver, bunlar otursun, yazsınlar, müəyyən layihələr icra eləsinlər. Bunlar bu tip işlərə daha uyğundur.